Salam əziz izləyicilər. Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi 20 sınaq ədəbiyyat testindən ikinci sınağın izahı ilə davam eləyək. İkinci sınaq mövzuları qədim dövr Azərbaycan ədəbiyyatı, ən qədim zamanlardan 11-ci əsrə qədər olan bir dövrü əhatə eləyir. Baxaq ilk sualımızdan başlayaq. İlk sualda bizə nə deyir? Bir Salur Qazanın evinin yağmalandığı boy haqqında doğru fikri müəyyən edin. Boy Bayandır xanın məclisində Qazan xanın ov təklif etməsi ilə başlayır. Bu yanlış fikirdir. Bayandır xanın yox, elə Qazan xanın öz məclisində ov təklif etməsi ilə başlayır. Qazan xana köməyə gələn bəylər arasında Aruz Qoca yox idi. Bu yanlış fikirdir. Aruz Qoca da var idi. Boyda Uruzun qəhrəmanlıq göstərməsinin təsvirinə yer verilmir. Bəli, Uruzun qəhrəmanlığı ilə bağlı burada heç bir məqam yoxdur. Uruzun qəhrəmanlığı Uruzun dustaq olduğu boyda var. Düşmənin yurduna çatan Qazan digər bəylərin gəlib çata bilməsi üçün Şöklü Məliklə danışıq aparır. Danışıq aparmaq belə bir məqam da yoxdur. Uruz yurdunu qoruya bilməyib atasının etibarını zədələdiyi üçün özünü ölümə layiq bilir. Bu da yanlış fikirdir. Salur Qazanın evinin yağmalandığı boya əsasən Venn diaqramındakı yanlış fikirləri bizdən istəyir. Yazır, fövqəladə gücə sahib idi. Bir düzdür. Yəni ki, Qaraca Çoban fövqəladə gücə sahib idi, atdığı daş yerə düşməzdi, düşsə ot bitməzdi. Bəylik təklifinə razı olmur, bəli, bəylik təklifi, Şöklü Məliyin adamları ona bəylik təklif edir, Qaraca Çoban razı olmur. Yuxusunu qardaşına tanışır, bu yanlış fikirdir. Yuxusunu qardaşına danışmaq yalnız Qazan xana aiddir. Qaraca Çoban qara qayğılı yuxu görür, amma heç kəsə danışmır. Durur, müəyyən tədbirlər görür. Kafirlərlə savaşır hər ikisi. Bu ikisinə də aid ortaq fikirdir, ona görə doğrudur, götürmürük. Qara qayğılı yuxu görmək həm Qaraca Çobana, həm Qazan xana aiddir. Yəni ortada olmalı idi. Ona görə bu da yanlışdır. Kafirlərin yurduna çatanda hər şeydən əvvəl qoca atasını istəyir deyir, atasını yox, anasını istəyir. Ona görə bu da yanlış fikirdir. Olacaq 3, 5 və 6 C variantı. Gələk növbəti 3-cü sualla davam eləyək. Görək 3-də bizdən nə istəyir? 3-də bizə deyir ki, Salur Qazanın evinin yağmalandığı boya əsasən cədvəldəki yenə yanlış fikirləri bizdən istəyir. Yanlış fikirlər istəyir. Qazan xan bəylərin məzəmmətindən çəkinir. Qaraca Çobanı ağaca bağlayıb özü ilə getməsinə mane olmağa çalışır. Belə bir məqam var. Qazan xan bəylərin ovunu pozmaq istəmir. Yurdundan xəbər bilməyə təhqq edir. Bu da doğru fikirdir. Qaraca Çoban düşmənin hücumundan xəbər tutur və ehtiyat tədbirləri görür. Düşmənin hücumundan xəbər tutmur. Qaraca Çoban sadəcə yuxu görür və ondan sonra ehtiyat tədbirləri görür. 4-də deyir, Burla Xatun tanınmasını istəmir. Tanınmasını istəmək oğlunun ətindən yeməyə məcbur olur. Tanınmasını istəmir, doğrudur, amma oğlunun ətindən yeməyə məcbur olur. Belə bir məqam yoxdur. Yəni yemir. Ona görə 4 də səhvdir. Şöklü Məlik Qazandan heyif almaq niyyətində olur. Onun həyat yoldaşına şərab paylatmaq istəyir. Belə bir məqam var. 6-da deyir, Qazan bəylərə gizlində xəbər göndərir, qalan Oğuz bəyləri yardıma gəlir, belə bir məqam da yoxdur. Olacaq, deməli, 3-cü testimizin cavabı A variantı. Gələk növbəti 4-cü testimizə. 4-də nə istəyir bizdən? Salur Qazanın evinin yağmalandığı boyda Qaragünə Qazan xanın yuxusunu necə yozur? Baxırıq, qara bulud dediyin sənin taleyindir. 1-ə gedəcək elə 1. 1-ə gedəcək 1. Sonra deyir, qar yağmur sənin qoşunundur. Sonra deyir, saç qayğıdır, dərd sərdir. 3, 3-ə gedəcək. Qan da qaranlıqdır. Bu da 2-yə gedəcək. Deməli, oldu 1-ə 1, 2-yə 4, 3-ə 3, 4-də də 2. Cavab oldu D variantı. Gələk növbəti. 5-ci suala. 5-ci sualda deyir, Salur Qazanın evinin yağmalandığı boyda Qazan xanın yuxuda gördükləri sırasına daxil ola bilməz. Hündür evimin üstündə deyir, ildırım çaxır. Belə bir məqam var, bəli. Taylardan su qan yerinə axır. B variantındakı fikir yoxdur. Quduz qurtlar evini dəlir. Əllərimdə 10 barmağım qan içindədir. Yumruğumda bir şahin çırpınır. Bunlar hamısı var, amma B bəndində olan fikir yoxdur. 6-da deyir, Salur Qazanın evinin yağmalandığı boy ilə bağlı yenə bizdən uyğunluğu istəyir. Yazır ki, Uruz, qalxıb yerimdən durardım, səni qaba dizimin altına salardım, can şirinliyini sənə göstərərdim. Bəli, bu nitq ona aiddir, amma atasının namusuna xələl gətirmiş anasına yox, atasının namusuna xələl gətirmir. Yəni, bu uyğunluq deyil. Qazan xan, duraq gedək abəylər, ov ovlayaq, quş quşlayaq, yeyə, içək, günümüzü xoş keçirək. Deyir, oğlunu ova aparıb ona təcrübə qazandırmaq. Bu, Salur Qazanın evinin yağmalandığı yox, Uruzun dustaq olduğu boya aid olan fikirdir burada. Ona görə bu yanlışdır. Burla Xatun su Allahın üzünü görmüşdür. Mən bir su ilə xəbərləşim. Bu fikir aiddir Burla Xatuna yox, Qazan xana. Yəni ona görə C də səhvdir. Şöklü Məlik, Qazan xanda bir heyfimiz qaldı, əbəylər. Qazan xanın Dərbəndəki sürüsünü ələ keçirmək. Bu fikir də deməli Şöklü Məliyə yox, kafirin casusuna aiddir, kafirə aiddir daha doğrusu. Beyrək, çal qılıncını, ağam Qazan çatdım, kömək etmək məqsədi daşıyırdı, bəli, olacaq E variantı. Gələk növbəti 7-ci suala. 7-ci sualda bizdən nə istəyir?
Deyir ki, Qazan bəyin bir dəqiqə. Eee, Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyun ekspozisiyasında, yəni giriş hissəsində oğlunu deyir, Qazan xanın oğlunu görərkən ağlamasının əsas səbəbi nə idi? Baş kəsməyən, qan tökməyən oğlundan utanır, xəcalət çəkirdi. Bu yanlış fikirdir. Əsas məsələ qəfil ölərsə Oğuz bəylərinin Oğuzu atasının taxtına layiq bilməyəcəyindən ehtiyat etməsi idi. Ona görə cavabımız B-dir. Qorxurdu ki, düşmənlər el-obaya hücum etsə oğlunu öldürər, əsir aparar. Elə bir qorxusu da yox idi. Qorxaq oğlu olduğu üçün Bayandır xan, eləcə də Oğuz bəyləri arasında nüfuzdan düşəcəyindən narahat idi. Bəylərə ova gedərkən el obasını, yurdunu etibar edə biləcək bir oğlu olduğu üçün xiffət edirdi. Bu da yanlış fikir. Deməli, oldu cavabımız 7-də B variantı. Gələk növbəti 8-ci sualla davam eləyək. 8-də deyir ki, Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boya əsasən klasteri tamamlayan fikirləri müəyyən edin. Urla Xatun yazır ki, deməli hansı boy bizdən Qazan bəyin oğlu Uruzun dustaq olduğu boy. Burla Xatun qəhrəmanlıq göstərir. Klasterin birinci fikri doğrudur. Biz deməli doğrular üzrə davam etdirməliyik. Ova gedənlərin dönməsi xəbərini eşidən kimi tədarük görür. Bəli, bu bir var. Qazan xanı tək görəndə narahat olur. Belə bir məqam da var. Atasından qoşun istəyib Qazan xanın ardınca gedir. Deyir ki, gedim qoşun istəyim, amma qoşun istəmir. Ona görə 3 yanlışdır. Yaralı oğlunu dağ çiçəyi ilə müalicə edir. Belə bir məqam da yoxdur. Oğlu ilə ərinin namusu arasında seçim etməli olur. Bu da Qazan xanın evinin yağmalanması boyuna aiddir. Ona görə bu da yanlışdır. Cavabımız olacaq B variantı. Gələk 9-cu suala. 9-da deyir, cümləni tamamlayan fikri müəyyən edin. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda oğlu ilə ova gedən Qazan xan ov ovlayıb quş quşlamağı, bir ceyran belə vurmağa fürsət tapmır. Bu yanlışdır. Yəni ov ovluyurlar. Sonra ov zamanı yuxuya gedib əsir düşür. Bu da yanlış fikirdir. Bu Koroğlu dastanına aid olan fikirdir. Uzaqdakı toz dumanı görən kimi düşmən olduğunu anlayır. Bəli, yoldaşları, oğlu hərə başqa fikirlər deyir, amma Qazan xan deməli o toz dumanın çox olmasından, bölgün çox olmasından bilir ki, bu düşmən tozudur. Ona görə cavab C-dir. Qara qayğılı yuxu görüb ovunu yarımçıq saxlamalı olur. Bu dustaq olduğunda yox, Qazanın evinin yağmalanmasındadır. Qarşısında anidən boyu uzun Burla xatını görür. Bu da yanlış fikirdir. Sonra gəldik 10-cu suala. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyla bağlı yenə bizdən düzgün fikirləri istəyir. Görək düzgün fikirlər nədir? Deməli, düzgün fikirləri istəyir. Baxaq görək. Uruz atasından düşmənlə vuruşmamağı, geri dönməyi xahiş edir. Bəli, bu fikir düzgün fikirdir. Biri götürəcəyik. Ona görə 3 bunlarda başlayanları çıxırıq. Sonra Qazan xanın ovda olduğu təkrar Şöklü Məlik bildirir. Şöklü Məliklə bağlı elə bir məqam yoxdur. Oğlunu xilas etməyə gedən Qazan xan kafirlərlə döyüşə tək başına girir. Bəli, sonra yoldaşlar köməyə gəlir. Ərinin ardınca düşmən elinə gedən Burla Xatun öz kimliyini bildirmir deyir. Bu da yanlışdır. Burla Xatun öz kimliyini bildirir. Qazan gözündən yaralanır. Qazan onu tanımır, amma o öz kimliyini bildirir. Deyir ki, tanımadımı, yəni məni tanımadımı deyir. 5-də deyir, Burla Xatun həllici döyüşdə düşmənin bayrağını qılınclayıb yerə atır. Bəli, bu da Burla Xatuna aid düzgün fikirdir. Cavab olacaq 1-3-5. Bu boyda Uruz 40 igidi ilə birgə kafirlərə əsir düşür. Bu da yanlış fikir. Sonra gəldik, deməli, daha doğrusu da burada kafirlərə Uruz özü əsir düşür. Yəni ki, o igidi şəhid olur. Ona görə 1-3-5. 11-ci testimizdə deyir, Qazan bəyin oğlu Uruzun dustaq olduğu boyda dastan janrına məxsus hansı xüsusiyyəti görmək mümkün deyil? Qazan deyir, Ozan Aşıq tərəfindən yaradılması, bəli, dastan janrının xüsusiyyəti ki, ozanlar aşıqlar tərəfindən yaradılır. Nəzm və nəsrin növbələşməsi, bu da düzgün fikirdir. Sujet xəttində hadisələrin sürətli keçidlərdən ibarət olması, bəli. Əsərin nəzm hissəsinin heca vəznli şeirlərdən ibarət olması, bəli. Surətlərin nitqində qoşma və gəraylılardan istifadə edilməsi, bu yanlış fikirdir. Qoşma gəraylı Koroğlu dastanındadır. Düzdür, buradakı şeirlər də heca vəznindədir. Amma konkret biz ona deyə bilmərik ki, qoşmadır ya gəraylıdır. Orada qafiyəli səcli nəsr üstünlük təşkil edir. 12-ci testimizdən davam eləyək. 12-də deyir ki, Dədə Qorqud dastanında yer alan qəhrəmanlıq və hünər göstərmək bəy oğlu bəyin missiyasıdır. Müddəası əsasında uyğunluğu müəyyən edin. Baxaq görək burada nə istəyir bizdən. Deməli, müddəanı təsdiq edən faktları istəyir bizdən. Müddəanı təsdiq edir, müddəanı təksib edir. Təsdiq edir, təksib edir. Baxaq, Qaraca çobanın göstərdiyi qəhrəmanlıq, Qaraca çoban bəy oğlu bəy deyildi. Yəni ki, ona görə bu müddəanı təksib edən faktdır. Məncə 2-yə gedəcək A, təksib edən fikirdir. Sonra deyir ki, qarşısına baxarkən oğlunu görən atanın qəhərlənməsi, bu bəli də bəyin oğlu bəy olmalıdır.
İtlik göstərməlidir. Bu 1-ə gedəcək, 1-ə gedəcək B. C-də deyir, sağ və sol tərəfinə baxan Qazan xanın fəxarət hissi. Bəli, sağına baxır, dayısını görür, qardaşını görür, sevinir, amma oğluna baxır, ağlayır. Buna görə B, C də düzgün fikirdir. Sonra deyir ki, oyun sonunda Dədə Qorqudun öyüd verməsi. Bu da bu məqamla bağlı deyil. Ona görə olacaq 1-ə B, C, 2-yə də A. 12-ci sualımızın cavabı B variantı. 13-cü testimizdən davam eləyək. Qazan bəyin oğlu Uruz bəyin dostluq olduğu boyda deyir, hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Baxaq görək birinci hansı hadisə baş verir. Uruza qarşı yapıncı geyindirib onu qapı ağzında üzü üstə sərmişlər. Bu hadisələrin sonrakı inkişafında sona yaxın biz bunu görürük. Burla Xatun Qazan xanın yardımına yetişir. Bu da bu hadisədən birinci fikirdən sonraya aiddir. Birinci fikirdən sonraya aiddir. Sonra deməli Qazan xan 40 qul və cariyəni azad edir. Bu lap boyun sonundadır. Qazan xan oğlunu təpənin başına göndərir. Bu əvvələ aiddir. Deməli, biz 4 ilə başlaya bilərik. Sonra deyir, Buğacıq Məliyin boynu vurulur. Bu da sonraya aiddir. Deməli, burada ardıcıllıq necə olacaq? Bax, birinci başlayacaq 4 ilə başlayacaq. Sonra 4 ilə başlayacaq. Sonra Uruza qara yapıncı geyindirib qapı ağzına salınması. Sonra 1 ilə. 4-dən sonra 1 olacaq. Sonra Burla Xatun Qazan xanın yardımına yetişir. Yəni Qazan xan onu tanımır. Buğacıq Məliyin boynu vurulur və o Qazan xan gələndən sonra da 40 qulu, 40 cariyəni azad edir. Elə A bəndi uyğun gəlir burada ardıcıllıq olaraq. 14-cü sualımızda Basatın Təpəgözü öldürülüyü boyla bağlı uyğunsuzluğu istəyir bizdən. Təpəgöz Basata süd qardaşı olduğunu söylüyor. Bu düzgün fikirdir. Deməli, düzgün fikirdir. Bizdən uyğunsuzluq istəyir. Qapaqqan 2 oğlunu Təpəgözə xərac olaraq verir. 2 oğlunu vermir. 1 oğlunu verir, 2-ci oğlunu ana vermək istəmir. Gəlir Basatdan əsir götürür. Əvəzində əsiri verir. Qazan Təpəgözün çox güclü olduğunu söyləyir. Bəli, Basat onun üzərinə getmək istəyir, amma Qazan deyir ki, sən mən Qazandan güclü ola bilməzsən də, getmə. Aruz Basata qardaşının intiqamını almaq üçün xeyir-dua verir. Xeyir, Aruz bir oğlunu itirmişdi, ona görə ikinci oğlunu itirmək istəmirdi və ona görə xeyir-dua vermək məsələsi yanlışdır. Pəri Təpəgözü hər kəsdən qorumaq üçün ona üzük verir. Bəli, Pəri anasıdır Təpəgözün, o üzük vermə məqamı var. Deməli, 2 və 4 olacaq D variantı. Gələk 15-ci testdən davam eləyək. 15-də bizə nə deyir? Deyir ki, cədvələ əsasən Basatın Təpəgözü öldürdüyü boyla bağlı düzgün fikirləri bizdən istəyir. Yazır ki, Təpəgözün ətrafdakılara münasibəti, ətrafdakıların Təpəgözə münasibəti. Baxaq görək nədir? Deməli, onunla sövdələşməyə gələn Dədə Qorquda toxunmur. Bəli, bu düzgün fikirdir. Yəni Dədə Qorqudla işi yoxdur. Ona aşpaz kimi göndərilmiş insanları yeyib yenilərini istəyir. Bu yanlışdır. Elə axıra qədər onlar qalır orada. Hətta Oğuz elinə xəbər də aparırlar. Günahsız insanları incitməkdən həzz alır. Bəli, bu da Təpəgözə aid fikirdir. Ətrafdakıların Təpəgözə münasibəti deyir ki, çoban onu göl kənarında görəndə təpikləyir. Bəli, təpikləyir, amma heç kəsə bu barədə məlumat vermir. Aruz onu özünə götürmək üçün xandan Bayandır xana deyir ki, bəli, ver onu, mən deyir, bunu götürüm, öz oğlumla böyüdüm, Basatla böyüdüm. Bu fikir də var, ona görə doğrudur. Tək gözü olduğu üçün Dədə Qorqud ona bu adı verir, elə bir məqam yoxdur. Ona görə olacaq 1, 3 və 4, 5. 15-ci sualın cavabı A variantı. 16-cı sualından davam eləyək. 16-da nə istəyir bizdən? 16-da deyir ki, Basatın Təpəgözü öldürdüyü boyla bağlı doğru fikirlər istəyir. Basat Oğuz eli yaylağa köçərkən arabadan düşüb itir. Basatın Təpəgözü öldürdüyü boyla bağlı doğru fikirləri deməli. Basat Oğuz eli yaylağa köçərkən arabadan düşüb itir. Bu yanlış fikirdir. Yaylağa köçərkən yox, Oğuz elinə düşmən hücum eləyir. Yəni həmin vaxtda arabadan düşüb itir. Təpəgözün qınsız qılınçla öldürülə biləcəyini Basata Dədə Qorqud deyir. Xeyr, Təpəgöz özü deyir. Bu da yanlış fikirdir. Təpəgöz Basatı qocalara verib ondan kabab pişirmələrini istəyir. Bu da doğru fikirdir. Bu doğrudur. Oğuz yurdu Təpəgözün əlində əsir yetiri olur. Bu da var. Təpəgözün təkcə gözünün ətdən olmasını qocalar Basata əvvəldə xəbər verir. Bu da doğru fikirdir. Olacaq 3, 4 və 5. 17-də deyir ki, Basatın Sallaxana qayasında etdikləri sırasına daxil ola bilməz. Etdikləri sırasında. Bir qoç kəsib dərisini əyninə geyinir. Bəli, bu qoçu kəsib dərisini əyninə geyinir. Sonra qardaşı Qıyan Səlcuq üçün ağı deyir. Bu lap əvvəldədir. O qapaqqan kişinin arvadı gəlib o qardaşının Təpəgözün əlində öldürüldüyünü deyəndə ondan ötürü ağı deyir. Qınsız qılınçla oxla vurub yerə salır. Təpəgözü nər kimi yerə çöktürür. Bunlar hamısı var. Təpəgözün üzünü, barmağını taxır. Bunlar da düzgün fikir. Deməli 17-ci sualımızın cavabı olacaq B variantı.
Gələk 18 ilə davam eləyək. Basatın Təpəgözü öldürdüyü boya əsasən hadisələrin yenə düzgün ardıcıllığı bizdən istəyir. Düzgün ardıcıllıq istəyir. Görək nə olacaq. Burada birinci yazır ki, Təpəgöz dayələrin canını alır. Təpəgöz qayalarda məskən salır. Bunlu qoca, yapaqlı qocanı Təpəgözə göndərirlər. Bu sonra deməli Təpəgöz anası ilə görüşür. Təpəgöz anası ilə görüşür. Deməli dayələrin canını alır və nədir? Uruz, yəni sonra uşaqlara ziyan vurur. Ondan sonra Aruz onu evdən qovur. Aruz evdən qovandan sonra Pəri ana gəlir, ona barmağına üzük taxır ki, ona ox batmasın, qılınc dəyməsin və bu birinci fikri biz bura yaza bilərik. Biri yaza bilərik. Təpəgöz ondan sonra qayalarda məskən salır. İndi biri yazdıq ora. Sonra Aruz Təpəgözü himayəsinə götürür. Bu dayələrin canını almamışdan qabaqdır. Ona görə 2 yanlışdır. Dədə Qorqud gəlib Təpəgözə ad verir. Ümumiyyətlə Təpəgözə ad vermə məqamı yoxdur. Təpəgöz Oğuz elinə hücumlar edir. Bax bunu yaza bilərik bura 4-ü. Bunlu qoca ilə yapaqlı qocanı Təpəgözə göndərirlər. Hə, bu da danışığa başlayırlar da. O qədər hücumlar eləyir. Axırda nəysə razılığa gəlirlər. Dədə Qorqud gedir danışır. 4-ü də yaza bilərik. Basat ata-anasının əlini öpüb onlarla halallaşır. Bunların hamısından sonradır. Yəni ki, bu yapaqlı qocanı göndərəndən sonradır. Basat həmin vaxtı döyüşdə olur və gəlir. 1 və 4 olacaq. C variantı. 19-cu sualla davam eləyək. Basatın Təpəgözü öldürdüyü boyda əsər boyu qarşılaşdırılmayan surətləri müəyyən edin. Basatla Dədə Qorqud Basata ad verir 2 dəfə. Həmin boyda Dədə Qorqud 3 dəfə səhnəyə çıxır. Yəni Basata da ad verir. Həm Basata bir əvvəldə xeyir dua verir, bir də boyun sonunda xeyir dua verir. Basatla Qapaqqan bəli, Qapaqqan yox idi. Sadəcə Qapaqqanın adı var idi, Qapaqqanın arvadı var idi. Orada gəlib Basatdan oğlunun yerinə əsir verilməsini istəyirdi. Qazan xan və Basat bunlar üz-üzə gəlir. Döyüşə gedərkən Təpəgözlə döyüşə gedərkən Qazanla Basat söhbət eləyir. Həmin məqamda var. Aruzla Təpəgöz bu da var. Aruz da Təpəgözün əlində əsir yesir olur. Qaragünə əsir yesir olur. Qazan xana zərbə vurur. Təpəgözlə Bunlu qoca bunlar da bir yerdə onu yemək pişirirdi. Yəni bunların arasında bunlar da bir-biri ilə qarşılaşmamış olmazlar. Ona görə 19-cu sualın cavabı olacaq B variantı. Gələk növbəti 20-ci sualla davam eləyək. 20-də bizə nə deyir? 20-də deyir ki, Basatın Təpəgözü öldürdüyü boyda surətlər və onların əməlləri baxımından hansı bənddə uyğunluq gözlənilmişdir deyir, gözlənilmişdir. Yazır Aruz qoca Təpəgözün Qıyan Səlcuqu öldürdüyünü Basata söyləyir. Təpəgözün Qıyan Səlcuqu öldürdüyünü Basata söyləyir. Bunu Aruz qoca yox, Qapaqqan kişinin arvadı söyləyir. Dədə Qorqud Təpəgözün istədiklərinin hamısını ona verməyə razı olur. Təpəgöz günə 60 adam istəyir, nə istəyir? Yəni Dədə Qorqud buna razı olmur ki, Oğuz elində sən adam qoymazsan. Qapaqqan Təpəgözün Oğuz elini yaylağa köçməsinə imkan vermədiyini söyləyir. Yenə bunu söyləyən Qapaqqanın arvadıdır. Sarı çoban gölün kənarında Təpəgözün olmasını Bayandır xana xəbər çatdırır. Sarı çoban görür, təpikləyir, amma gəlib heç kəsə bu barədə məlumat vermir. Bu da yanlış fikirdir. Yapaqlı qoca Oğuz elinə Basatın Təpəgözə qalib gəlməsi xəbərini çatdırır. Bəli, Bunlu qoca ilə Yapaqlı qoca gəlir Oğuz elinə xəbər çatdırır. Çapar da Aruza xəbər çatdırır. 21-ci sualla davam eləyək. 21-də bizə nə deyir? Kitab-ı Dədə Qorqud dastanı haqqında hansı fikir yanlışdır deyir? Yanlışdır deyir. Dastan Oğuz türklərinin ortaq abidəsidir, doğru fikirdir. Dastan Oğuz türkləri onların həyat tərzini öyrənmək üçün etibarlı mənbədir, düzgündür. Dastanın əsas mövzusu Oğuz elinin qəhrəmanlığı, vətənpərvərliyidir, bu da doğru fikirdir. Dastan bir müqəddimə 12 boydan ibarətdir, bəli. Dastanda bədililik güclü olsa da lirizmə yer verilməmişdir, lirik məqamlar da var, ona görə bu yanlış fikirdir. Avesta haqqında yanlış fikri müəyyən edin. Atəşpərəstlik dövrünün məhsuludur. Bu doğrudur. Yenə bizdən yanlış istəyir. Əsərin əsas hissəyini qatlar adlanan hissə təşkil eləyir. Bu da doğrudur. Xeyrin şər mübarizəsini bəhs edir. Ədəbiyyat fəlsəfədə ilk türk dilli yazılı abidədir. Bu yanlış fikirdir. Orada başqa dastanlar var idi və s. var idi. İnsanları humanizmə, zəhmətsevərliyə çağırır. Bu da düzgün fikirdir. Deməli, cavab olacaq 22-ci sualda D variantı. Gələk növbəti 23-cü testlə davam eləyək. 23-də deyir ki, 23-də bizə nə deyir? Qazan xanın evinin yağmalandığı boyda kafirlərin törətdiklərini müəyyən edin. Ardıcıllıq istəmir, sadəcə nələr eləyiblər kafirlər. Deyir, qızıl taxtlı evləri çapıb talayıblar, var bu. Qız gəlini pərişan ediblər, bu da var. Bol taxılı od vurmaq, belə bir şey yoxdur. Qiymətli xəzinənin talan olunması var. Evi qoruyan vəfalı itin oxlanması, belə bir məqam da yoxdur. Qatar-qatar dəvələri aparıblar, düzdür. Olacaq 1, 2, 4 və 6. 23-cü sualın cavabı. 24-cü sualla davam eləyək. 24-də bizə nə deyir?
Deyir ki, Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy haqqında yenə yanlış fikirləri bizdən istəyir. Ata ov ovlayıb quş quflamaq, igidlik göstərmək məqsədi ilə oğlunu Aladağa aparır. Deməli, Qazan xanın oğlu Uruzun dustaq olduğu boyla bağlı, deməli, doğru fikirləri istəyir. Yox, yanlış fikirləri istəyir. Bu deyir ki, Aladağa ova aparmaq demir. Burada başqa yerə gedirlər, Cızıqlara, Ağlağana, başqa əraziyə gedirlər də. Yəni Aladağa ova aparmaq məqamı başqa Ubersi boya aiddir. Ona görə bu yanlışdır. Deməli, ona görə biz nəyi götürürük? Bizdən elə yanlışları istəyir. Yanlışları istəyirsə biz biri götürəcəyik. Sonra Qazan xan oğlunun kafirlərlə döyüşə girməsini istəmir. Bu doğru fikirdir. Bunu götürmürük. Bizdən yanlışları istəyir. Oğlunun qorxub anasının yanına qaçdığını düşünən ata onu cəzalandırmaq istəyir. Bəli, yoldaşları deyir, o da gedib onu deyir parçalamaq lazımdır. Bu da var. Uruz atasının atdan yıxıldığını görüb sağ cinahdan hücum etməyə qərar verir. Bu da yanlış fikirdir. Görür ki, atası düşmənin sağ cinahını basdı, həvəsə gəlir. Bu da öz döyüş yoldaşları ilə döyüşə qatılır. Oğlunu evdə tapmayan ata birbaşa Təkürün qalasına yollanır. Bu da yanlışdır. Qayıdır gəlir, həmin evdə tapmır. Qayıdır gəlir, oğlunu qoyub getdiyi yerə. Sonra gedir baxır, orada görür ki, oğlu kafirlərlə döyüşüb, sonra yoldaşları əsir düşüb. Daha doğrusu yoldaşları öldürülüb, oğlunun qızıl qamçısını tapır və ondan sonra ata əmin olur ki, hə, oğlu artıq əsirdir. Deməli, olacaq 1, 4 və 5. 1, 4 və 5 yanlış fikirlər. 25-ci sualına davam eləyək. 25-də deyir ki, Basatın Təpəgözü öldürdüyü boy əsasında klasteri tamamlayın. Basat deyir, bəy oğludur, bəli, Aruz qocanın oğludur. Canavar yuvasında böyüyür deyir. Canavar yox, şir yuvasında böyüyür. Ona görə bu yanlışdır. Düşmənlə tək başına vuruşur, bəli, doğrudur. Təpəgözlə tək başına vuruşur. Qazan xanı məzəmmət edir, elə bir məqam da yoxdur. Qəhrəmanlıq göstərib ad alır, deməli, qəhrəmanlıq göstərib ad alır. Burada Basat qəhrəmanlıq deyəndə adını qəhrəmanlıqdan qabaq vermişdi. Yəni o şirin yuvasından gələndən sonra şirin yuvasına onu bir dəfə gətirirlər, qayıdır yenə gedir, təzədən bir də gətirirlər və ona Dədə Qorqud ad verir. Amma qəhrəmanlıq göstərib ad alır, bu fikir yanlışdır. Bizdən deməli doğruları istəyir. Səfərə gedib əl dolu qayıdır, bəli, bu 2 və 5 doğru fikirlərdir. 26-cı sualla davam eləyək. 26-da deyir, Basatın Təpəgözü öldürdüyü boy, Qazan xanın evinin yağmalandırması və Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boydan fərqləndirən xüsusiyyətləri. Yəni, bu Basatın Təpəgözü öldürdüyü boyu, bu iki boydan fərqləndirən əsas xüsusiyyət hansıdır? Dədə Qorqud adi hadisələrdə birbaşa iştirak edir. Bəli, deyirik ki, Dədə Qorqud burada bir neçə dəfə gəlir. Yəni ki, biz daha çox görürük Dədə Qorqudu. Amma digərlərində, məsələn, yalnız sonda Dədə Qorqud boy boyluyur, söyləyir və belə var idi. Bayandır xanın adı çəkilir, digərlərində də Bayandır xanın adı çəkilir. Qadın obrazı qəhrəmanlıq göstərir. Qadın obrazı da burada Basatın Təpəgözü öldürdüyündə yox, digər boylarda qəhrəmanlıq göstərir. Bu yanlış fikirdir. Əfsanəvi varlıq iştirak edir. Bəli, Təpəgöz elə əfsanəvi varlıqdır. Qazan xan yaralanır. Bu da burada yəni ki, təkcə buna aid edilə bilməz də, digər boylarda da yaralanması var idi. Burada da var idi Təpəgözlə döyüşdə, amma Qazanın evinin yağmalanmasında, Uruzun dustaq olduğunda və s. də var idi. Ona görə 26-cı sualın cavabı olacaq 1 və 4. Gələk 27-ci sonuncu suala, görək bizdən nə istəyir. 27-də deyir ki, 27-də nə deyir? Deyir ki, uyğunluğu müəyyən edin. Yazır ki, Basatın Təpəgözü öldürdüyü boy, Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy, bir də Qazanın evinin yağmalandığı boy. Ana haqqı, Tanrı haqqı bənzətməsindən istifadə edilir. Bu Qazanın evinin yağmalandığı boya aiddir. 3-ə gedəcək A. Atamı oğuldan öyrənər, oğul mu atadan öyrənər? Retorik sualı verilir. Bunu Uruz deyir. Uruz Qazanın oğlu Uruz bəyin dustaq olduğu boyda deyir. 2-yə aiddir. Sonra deyir ki, Sonra C-də nədir? Dədə Qorqudun qopuzu müqəddəsdir iddiası irəli sürülür. Elə bir məqam heç birinə aid deyil, səhv eləmirəmsə. İnsan heyvanlarla yaşamalı deyil fikri səsləndirilir. Bu da Basatın heyvanın yuvasına gedib yaşaması ilə bağlı deyilir. Ona görə 27-ci sualda 1-də oldu C, 2-də oldu B, 3-də oldu A. İkinci sınağın izahını verməyə çalışdıq. İnanıram ki, sizlər üçün faydalıdır. Kanalımızı bəyənməyi, rəy yazmağı